Ümid edirəm ki, müsahibə mərhələsində də tam yüksək nəticə toplayarsınız və MİQ müsahibəsinə hələ MİQ imtahanı olmayıb, hansı ki, MİQ imtahanı inşallah növbəti həftədən çox güman başlayacaq. Ümid edirəm ki, əziz MİQ-çilər, sizlər də yüksək nəticə toplayarsınız və müsahibə mərhələsinə də tam şəkildə, uğurlu şəkildə hazırlaşarsınız. İndi gəlin biz burada əslində nələrə diqqət edəcəyik? Müsahibədə ən çox nə düşür? Daha sonra hansı suallara çox diqqət etməliyik? Bununla bağlı təhlillərimiz olacaq müəllimlər müsahibə ilə bağlı. Birinci qeyd edim ki, ən əsası, baxın, bir çox müəllimin bildiyi yanlışlardan başlayacağıq ki, müsahibədə ən çox müəllimlər nələri qarışdırır, nəyi yanlış sanır? Məsələn, bunlar üzərində təhlillərimiz olacaq. Deməli, gəlin başlayaq. Müəllimlər, deməli, ödənisiz vebinarımız olduğu üçün say baxımından çoxdur. O səbəbdən də mən sizə səsləri açdıra bilməyəcəm. Amma chat bölməsini yəqin ki, bilirsiniz, chata yazmaq hissəsini. Mən sizə bəzi suallar əvvəlcə verəcəm. Hələ birinci sizin fikrinizi almaq üçün. Görüm, hələ belə deyim də, nisbətən necə cavablar verirsiniz. Ondan sonra isə özüm qeyd edəcəm həmin sualların cavabını. Birinci nəyə diqqət edirsiniz? Baxın, yenə qeyd edirəm. Bu sırf məktəbin müsahibəsinə hazırlaşanlar üçündür. Yəni, bağça müəllimləri sona qədər qalmaya bilər. Deməli, burada əsas nəyə diqqət etmiş olursunuz müəllimlər? Əvvəlcə. Birinci, bizdə yanlış bilinən məsələ budur ki, müsahibədə uğur qazanmaq üçün ən əsas nəyə diqqət etməliyik? Məsələn, belə bir sual verim, chat bölməsinə yazın. Sizcə, müsahibədə yüksək nəticə toplamaq üçün, baxın, yüksək nəticə deyirəm, çünki keçidi unudun. Bu qədər hazırlaşırsınızsa, orada nəticəniz yüksək olmalıdır təbii ki də. Ona görə də keçid hissəsini unudun, fokuslanın ki, sizdə maksimum 40 baldır müsahibədə və keçid də 20-dir. Amma siz çalışmalısınız ki, 35-40 arası, 40 bu formada toplayasanız. Ona görə də müəllimlər, belə bir sual verim. Sizcə, müsahibədə uğur qazanmaq üçün özünü təqdim etmə daha vacibdir, yoxsa psixoloji sualların cavablandırılması və ya icmalların yazılma qaydası? Sizcə, hansı daha vacibdir? Məsələn, sizə görə yəni belə bir şey qeyd edim də, əgər müsahibədə uğur qazanmaq istəyiriksə, özünü təqdim etmə daha vacib olacaq, yoxsa icmalların təqdimatı və yaxud da psixoloji suallar? Aha, yazıbsınız. Hər biriniz çalışın ki, rəy hissəsində aktiv olun. Rəylərinizi bir-bir oxuyuram. Məsələn, yazıbsınız, özünü təqdim etmə vacibdir. Digəriniz yazıbsınız, hər biri vacibdir. Aha. Deməli, burada bir şeyə aydınlıq gətirək indi. Müəllimlər, ümumiyyətlə, müsahibə mərhələsində uğur qazanmaq üçün yadınızda saxlayın ki, ən birinci bizim xarici görünüşümüz önəmlidir. Diqqət edin ki, müsahibədə uğur qazanmağımızın birinci təməl hissəsi bizim xarici görünüşümüzdür. Onu bilərək vermədim ki, çünki belə qeyd edim ki, müsahibədə biz düşünürük ki, sadəcə bizim danışığımız önəmlidir. Ən əsası. Amma müəllimlər, bizim xarici görünüşümüz də önəmlidir. İndi sizə belə bir sual verim. Özünüz düşünün, yəni məntiqlə baxın. Sizə gəlir müsahibəyə səliqəsiz geyinsəniz və yaxud da klassik geyinməsəniz, həmçinin belə qeyd edim ki, adi xanımlardan götürək. Xanımlar daşqaşlı getsə, özənsiz getsə, yəni buna diqqət etməsə, sizcə, sizin danışığınıza önəm verərlərmi? Məsələn, rəy hissəsinə qeyd edin, chat bölməsinə. Deməli, burada ən əsas nə olacaq, müəllimlər? Bizim geyimimiz önəmli olacaq. Yəni, geyim ən əsasdır. Bax, buna diqqət edin. Sizi geyiminizlə doğru qarşılasınlar. Burada birinci diqqət edəcəyiniz geyimdir. Və nəyə əsas edirsiniz? Yəni, baxın, klassik şalvar və yaxud da klassik geyim fərqi yoxdur. Ümumiyyətlə, istər bəy müəllimlər olsun, istərsə xanım müəllimlər olsun, fərqi yoxdur. Çalışmaq lazımdır ki, geyimə mütləq klassik olsun, yəni iş geyimi uyğun olsun. Yəni, buna daha çox diqqət etmək lazımdır müəllimlər. İkinci ən əsas nədir? Baxın, burada verdiyiniz cavablarda nəyi fərq etdim? Məsələn, bəziləriniz deyirsiniz, üçü də ən əsasdır. Müsahibədə uğur qazanmaq üçün. Amma müəllimlər, müsahibədə uğur qazanmaq üçün burada diqqətli olun ki,
ikinci ən əsas məqam özünü təqdim etmədir. Baxın, hətta artıq neçə ildir müsahibə hazırlaşdırıram və hər dəfəsində də müdavimlərimə, yəni özüm hazırlaşdırdığım müdavimlərə qeyd edirəm ki, özünü təqdim etmədə nə qədər özgüvənli, nə qədər konkret olaraq, yəni onlara lazım olan hissəni qeyd etsəniz, işinizlə bağlı, uğurlarınızla bağlı, bu zaman digər suallar sizə daha rahat olacaq. Yəni baxın, bəzən olur ki, məsələn, mən öz dərslərimdə sırf bu səbəbdən özünü təqdim etməni hər bir müəllimdən fərdi şəkildə soruşuram. Çünki digər suallara nisbətən özünü təqdim etmə əsas rol oynadığı üçün burada sizin verdiyiniz o cavab digər suallara təsir edəcək. Bəs özünü təqdim etmədən nə səhvlər edilir? Yəni hansı səhvlər edilir? Məsələn, anadan olmağınız, hansı məktəbə daxil olmağınız və s. bunların heç biri lazım deyil. Onlara lazım olan sizin uğurlarınızdır. Adi götürək sertifikasiya müəllimləri. Sertifikasiya müəllimləri neçə ildir işləyirsinizsə, həmin dövrdə olan uğurlarınızı ümumiləşdirin. Uğurlarınızla bağlı qeydlər edin. Hansı ki, yetişdirdiyiniz şagirdlərin uğurlarından qısa olaraq məlumatlandırın. Yəni, başa düşdünüz, burada bizim özünü təqdim etməni lazımsız şəxsi həyatımızla bağlı deyil. Əsas uğurlarımız, fəaliyyətimiz, gördüyümüz işlər, baxın, bunlar vacibdir. Həmçinin miqlər, məsələn, daha çox oxuduğu dövrdə olan uğurlarından bəhs edə bilərlər və yaxud da imtahan verdiyi dövrə qədər yəni gördüyü işlərdən, gördüyü uğurlardan bəhs edə bilərlər. Yəni, əsas budur, müəllimlər. Ona görə deyirik ki, ikinci ən əsas özünü təqdim etmədir, müəllimlər. Və qeyd edim ki, özünü təqdim etmədə, indi bilmirəm, aranızda kimlər həyəcanlanır. Məsələn, chat bölməsinə qeyd edin, aranızda kimlər həyəcanlanır, ümumiyyətlə sual verəndə. Məsələn, mən bunu birinci mərhələdə də müşahidə etmişəm. Yəni, test mərhələsinə hazırlaşdıranda da müdavimləri. İkinci mərhələdə də müşahidə etmişəm ki, müdavim deyir ki, yəni müəllim qeyd edir ki, müəllimə, mən testdə yaxşıyam, amma danışmaqda yaxşı deyiləm. Həyəcanlanıram, əlim ayağım əsir. Sizdə də belədir, müəllimlər, həyəcanlanırsa, yəni sizə hər hansı bir sual veriləndə və yaxud da özünüz haqqında məlumat verəndə necə olur sizdə? Yox, müəllimə. Mən yaza bilmirəm, hara yazmışsa bilmirəm. Yazıbsınız ki, bəziniz yazıbsınız xeyr, bəziniz yazıbsınız həyəcanlanırsınız. Baxın, görürsünüzmü? Bilmirəm, indi siz yazıbsınız həyəcanlanan müəlliməm. Hazırlaşırsınızmı və yaxud da hazırlaşmırsınızmı? Amma çalışın, əgər ikinci mərhələyə çox diqqətli şəkildə, vaxtında, yəni o hissəni ələ alın. Çünki həyəcan elədir ki, bildiyiniz hər şeyi unuda bilərsiniz də. Əslində, məsələn, müəllimlərə sual verəndə hamısını bilir. Çünki bu sizin işinizlə bağlı, gördüyünüz fəaliyyətlə bağlı verilir. Və yaxud da özünü təqdim etmə özünüz haqqında olan bir məlumatdır. Amma müəllimlər, əgər siz orada həyəcanlansanız, istər-istəməz özünüzü itirəcəksiniz. Baxın, bu səbəbdən də qeyd edirik ki, sırf özünü təqdim etməklə bağlı çalışın ki, məşq edin. Ayna qarşısında məşq edin. Daha sonra, məsələn, qoşulduğunuz zaman hazırlıqlara çalışın ki, müəllim sizdən onu bir-bir fərdi şəkildə soruşsun. Yəni, qrup içərisində fərdi şəkildə danışdıqca bir müddətdən sonra görəcəksiniz ki, yəni bu sizdə artıq vərdiş halı alıb. Aydındırmı? Ona görə özünüzdə birinci qeyd olaraq qeyd edin ki, özünü təqdim etməyə xüsusi hazırlaşmalıyam. Əsas budur. Bir də yazıbsınız ki, ingilis dili müəllimləri özünü təqdim etməni Azərbaycan dilində verir, yoxsa ingilis dilində. Ümumiyyətlə, orada belə qeyd edim. Mən dərslərimdə, müsahibə dərslərimdə ingilis dili müəllimlərinə həm Azərbaycan hissəsini, həm də ingilis dili hissəsini qeyd edirik. Amma suallar desək əgər, orada Azərbaycan dilində verilir. Yəni, sual olaraq qeyd edirsinizsə, ingilis dilində verilmir. Amma özünü təqdim etməni ingilis dilində versəniz daha yaxşı olar. Məsələn, mən dərslərimdə rus dili müəllimidirsə deyirəm rus dilində özünü təqdim etməni hazırlayın. Yəni bir-bir özünü təqdim etməni rus dilində soruşuram. Və yaxud da ingilis dili müəllimidirsə ingilis dilində. Çünki özünü təqdim etmə bu sizin öz hansı ki işinizlə bağlı olduğu üçün
Ona görə sırf hansı fənnə aidsə, məsələn, ingilis dilidirsə, ingilis dilində, rus dilidirsə, rus dilində verməyiniz daha yaxşıdır. Amma digər suallarda isə narahat olmayın, Azərbaycan dilində suallar verirlər. Yəni, ya ingilis dilində, ya da rus dilində sual verilmir. Əgər Azərbaycan bölməsizsə. Sonra, üçüncü nəyə diqqət etmiş olacağıq? Psixoloji suallara. Gəlin sizə psixoloji suallarla bağlı bir neçə dənə sual verim. Siz onu chat bölməsində cavablandırın. Daha sonra mən onun doğru variantını qeyd edim. Məsələn, müəllimlər, hər il artıq 8 ildir ki, müsahibə hazırlaşdırıram və hər il demək olar ki, mən bu sualla qarşılaşıram ki, imtahandan çıxan müdavim deyir ki, ay müəllimə, bu sual bizə düşdü. Müəllim şagirdlə dost olarmı sualı? Bu demək olar ki, müəllimlər, yəni ən aktual suallardan biridir. Chat bölməsinə yazın görə siz necə düşünürsünüz? Hətta mən bununla bağlı sosial şəbəkədə videoda paylaşmışdım. Bilmirəm, sosialda izləyirsinizmi? Orada paylaşmışdım. Yaxşı, yazın görə indi sizcə müəllim şagirdlə dost olarmı? Aha, yazıbsınız ki, xeyr, olmaz. Gəlin indi bu sualı necə cavablandırmalısınız? Bunun haqqında məlumat verim. Ümumiyyətlə, müəllimlər, sizə verilən suallarda çalışın ki, əlavə, lazımsız məlumatlar qeyd etməyin. Məsələn, sizə sual veribsə, müəllim şagirdlə dost olarmı? Daha müəllim şagird münasibətindən, belə deyim, bu hissəyə aid olmayan danışmayın. Siz belə cavablandıra bilərsiniz ki, müəllim şagirdlə mehriban ola bilər, demokratik yanaşa bilər və şagirdə onu anladığını hiss etdirə bilər. Amma müəllim şagirdlə dost olmaz. Şagird hər zaman bilməlidir ki, onun qarşısındakı onun müəllimidir. Aydındırmı? Baxın, burada deməli biz nəyə diqqət etmiş oluruq? Müəllim şagirdlə dost olmaz. Aydındırmı? Yəni, müəllim mehriban ola bilər, şagirdlərlə düzgün münasibət qura bilər. Hətta şagird hər hansı bir problemi olanda müəllimə qeyd edə bilər rahatlıqla. Amma bilməlidir ki, yəni şagirdlə dost olmaz. Deməli, bu sualımızın cavabı, bəli, sonradan izləyə biləcəksiniz, narahat olmayın, dərsi rekord edirəm. Sonradan baxa biləcəksiniz. İkinci sualım budur ki, psixologiya ilə. Bəs yaxşı, inkluziv təhsildə sizcə xüsusi qayğı varmı? Bunu necə cavablandıracaqsınız? Gəlin görək. Və yaxud da xüsusi qayğı necə olur? Məsələn, mən inkluziv təhsildə şagirdlərə necə xüsusi qayğı göstərə bilərəm? Bunu deyin görək. Çalışın hər biriniz chat bölməsində aktiv olun. Məncə düşünürəm ki, belə həm nisbətən məlumatlı olacaqsınız. Yazıbsınız ki, xeyr. Əla, afərin sizə müəllimlər. İndi bunu necə cavablandıracaqsınız? Belə qeyd edək. Chat bölməsində də qeyd edibsiniz. Baxın müəllimlər, inkluziv təhsildə bilməli olduğumuz əsas məqam budur ki, biz uşaqlar arasında fərq qoymamalıyıq. Yəni, maddi vəziyyətindən, sağlamlığından asılı olmayaraq bütün uşaqlara, yəni bütün şagirdlərə eyni fərdi yanaşmalıyıq. Amma diqqət etməliyik ki, inkluziv təhsildə xüsusi qayğı olmaz. Yəni, mən hər hansı bir şagirdi sırf inkluzivdir deyə daha çox əzizləyə bilmərəm. Daha çox, məsələn, ona qayğı göstərə bilmərəm. Sizcə, mən bir uşağa daha çox qayğı göstərsəm, daha çox diqqət etsəm, digər valideynlər narazı olmaz, müəllimlər? Və yaxud da digər şagirdlər narazı olmaz? Necə olar sizcə? Adi özümüzdən götürək. Bizim xoşumuza gələr sizcə hər hansı bir şagirdə müəllim daha çox diqqət edir, amma öz övladımıza diqqət etmir. Deməli, burada nəyə fikir vermiş oluruq ki? Yəni, hər bir uşağa fərdi yanaşmalıdır, hər bir uşağa diqqət göstərməlidir. Amma istər inkluziv oldu, istər inkluziv olmadı, fərqi yoxdur. Hər hansı bir uşağı seçməməlidir. Aydındır müəllimlər? Məsələn, buna daha çox diqqət etmiş olacaqsınız. Yaxşı, buraya qədər aydın olmayan nəsə var? Əslində siz bunu çalışın ki, danışaraq qeyd edin. Normalda müsahibə dərslərində səsli şəkildə, görüntülü şəkildə danışmaq daha faydalıdır. Amma təəssüf ki, burada edə bilmirik.
sayaya görə edə bilmirik burada. Amma siz özünüz üçün çalışın ki, səsli şəkildə cavablandırın ki, o sizin üçün daha faydalı olsun. Yaxşı, növbəti bir dənə belə bir sual verim. Hansı ki, bu verdiyim suallar hər il aktual olan suallardandır, müəllimlər. İstər MİQ olsun, istər sertifikasiya fərqi yoxdur. Bu arada, əslində bununla bağlı videom da var. MİQ müsahibəsi ilə sertifikasiya müsahibəsinin əsas fərqi budur ki, sertifikasiyada sadəcə psixoloji, kurikulum, özünü təqdim etmə, icmalların təqdimatıdır. Bir də vətənpərvərlik hissə ilə bağlı məlumat veririk. Amma MİQ müsahibəsində isə əlavə dünya görüş də var, müəllimlər. Yəni, onlar dünya görüşü də öyrənirlər, MİQ müsahibəsinə hazırlaşanlar. Amma sertifikasiyaya hazırlaşanlar dünya görüşü öyrənmir. Yəni, hər hansı bir dünya görüş öyrənməyin. Onlar sizə düşmür. İndi keçək növbəti sualı. Məsələn, indi biraz da kurikulum hissəsi ilə bağlı hansılar düşə bilər, bununla bağlı qeyd edim. Baxın, sizə sual verilə bilər ki, konstruktiv rəy deyəndə nəyi nəzərdə tuturuq? Baxın, müəllimlər, keçən ildə düşmüşdü, ondan əvvəlki ildə düşmüşdü bu sual. Konstruktiv rəy deyəndə nəyi nəzərdə tuturuq? Yazın görək çat bölməsinə. Düzdür, çat bölməsinə yazmaq biraz yorucudur sizin üçün, müəllimlər. Amma hər hansı birinizin səsini açdırsam, yəni o biriləri geridə qalmış olacaq. Ona görə də məcbur çat bölməsinə yazın, yorucu olsa da. Aha, sizcə konstruktiv rəy deyəndə... Aha, konstruktiv rəyi heç vaxt anlamırsınız. İndi inşallah anlayarsınız. Siz yazın əvvəlcə fikirlərinizi. Mən bir-bir oxuyum, görüm necə düşünürsünüz, necə yanaşırsınız. Aha. Əslində bilirsiniz də, suallar çox düşür bununla bağlı. Çünki burada əsas bizim müasir metodla bağlıdır deyə daha çox diqqət etmək lazımdır. Aha. Hər biriniz qeyd etdiniz. Gəlin onda belə edək. Mən də sizin üçün bunu aydınlaşdırım. Baxın, müəllimlər, konstruktiv rəy nədir deyəndə birinci yadda saxlayırsınız müsbət rəydir. Yəni, konstruktiv rəy müsbət rəydir, inkişafa yönəlik rəydir. Aydındırmı? Konstruktiv rəydə gələcəyə yönəlik qeyd edirik. Məsələn, əgər siz uşağa, yəni şagirdə rəy verirsinizsə, bu gələcəyə yönəlik rəy olmalıdır. Onun gördüyü işə uyğun rəy olmalıdır. Hətta keçən il müsahibədə belə bir sual var idi ki, biz rəyi şəxsiyyətə yönəlik veririk, yoxsa idraka yönəlik, yəni belə qeyd edək, uşağın, yəni şagirdin şəxsiyyətinə doğru rəy veririk, yoxsa onun gördüyü işə uyğun rəy veririk. Təbii ki də idraka, yəni gördüyü işə uyğun rəy veririk. Aydındırmı? Məsələn, mən uşağa deyirəm ki, şagirdə, sən burada səhvlər edibsən, amma bunu bu formada düzəldə bilərsən. Konkret qeyd edirəm, ha. Deməli, gələcəyə yönəlikdirsə, müsbət rəydirsə, baxın, mənfi rəy, uşağı danlamaq, uşağa kobud söz demək, bunlar düzgün rəy sayılmır. Aydındırmı? Yəni, konstruktiv rəy, indi burada nəyi demək istəyirəm? Sizə əgər konstruktiv rəy sual verilirsə, daha gedib kurikulumdan başdan ayağa danışmayın. Çünki bəzən olur ki, məsələn, rəylə bağlı adi bir dənə sual verilir. Məsələn, keçən il Instagramda qarşıma çıxmışdı. Konstruktiv rəy sual verilir, başdan ayağa qiymətləndirmə danışmaq. Bunlar düzgün deyil, qətiyyən etməyin. Nə bilim, formativ nədir, diagnostik nədir, bunları danışmayın. Sizə konstruktiv rəy verilirsə, konkret onun cavabını deyin ki, gələcəyə yönəlik rəydir, müsbət rəydir. Müasir metodumuzda bu formada şagirdlərə rəy verməliyik. Onların gördüyü iş dəyərləndirilməlidir. Aydındır mı, müəllimlər? Yəni, əsas buna diqqət edin. Sizə aydın olur və yoxsa qaranlıq qalan nəsə varmı? Burada. Bir də nəyə qeyd etmiş olacağıq? Mimika jestlərimizi. Baxın, bununla bağlı da çox zaman müəllimlər qarışdırır. Hətta öz elə müsahibə qruplarımda dəfələrlə olub ki, müəllimə deyir ki, ay müəllimə, mən sadəcə sakit, əlim yanımda cavab vermək istəyirəm və s. Baxın, müəllimlər, ümumiyyətlə müsahibədə çalışın. Demirəm, həddən artıq əl mimikası və yaxud da nə bilim jestlərdən istifadə edin. Amma müəllimlər,
Düşünün ki, sadəcə quru-quru əlinizi qoyubsuz belə. Verilən suala heç bir emosiya qatmadan cavab verirsiniz. Siz özünüz düşünün, qarşı tərəfi dinləyərsiniz. Məsələn, mən hər hansı bir şeyi sizə quru-quru desəm, sakit tonla, yəni heç bir hərəkət etmədən sizə nəyisə qeyd etsəm, məni maraqla dinləyə bilərsiniz. Yəni özünüz düşünün də, yəni. Necə olar müəllimlər sizcə? Deməli, burada əsas mimika jestlərimiz mühüm rol oynayır müəllimlər. Siz çalışmalısınız ki, biləriz, qeyd etdiyiniz suallarda cavablandırarkən sizin səbrinizi yoxlasalar belə, baxın, sizi əsəbləşdirməyə çalışacaqlar. Onda belə güləriz, mimika jestlərdən yerində istifadə etməlisiniz. Aydındır mı müəllimlər? Yəni buna çox mühüm məqam sizin mimika jestləriniz, orada necə təqdim etməyiniz bunlardır. Aydındır mı? Hətta sizə bir şey deyim, bu da bir taktikadır ki, məsələn, deyək sizə deyirlər ki, daha doğrusu sual verdilər. Hər hansı bir sualın cavabını bilmədiniz. İndi ola bilər də, yəni insansız. Yadınızdan çıxa bilər həmin an və yaxud da unutmuş ola bilərsiniz. Nə edərsiniz müəllimlər? Chat bölməsinə birinci siz yazın. Bax, hər hansı bir sual verdilər və siz həmin sualı yadınızdan çıxardıbsınız deyək ki. Necə cavablandırarsınız? Necə qeyd edərsiniz? Chat bölməsinə yazın müəllimlər. Deməli, görək siz necə cavab verirsiniz chat bölməsində. Yazıbsınız ki, deyərəm ki, unutdum. Aha, bəs digər müəllimlər sizlər necə cavab verərsiniz? Bax, bunların özləri də, yəni sırf bu tip sualların özü hiləli cavablarla doludur. Ona görə biraz diqqətli olmaq lazımdır. Baxaq görək. Fikirləşmək üçün vaxt istəyirsiniz. Deyərdim ki, mütləq öyrənəcəm. Aha, baxın müəllimlər, birinci bunu qəbul edək ki, insanıq. Hər birimizin yadından nəsə çıxa bilər, elə deyilmi müəllimlər? Adi dərsdə görmürsünüz, hər hansı bir məqam ola bilər ki, yaddan çıxa bilər. Baxın, bu zaman qeyd edirsiniz ki, amma təbii ki, da bütün suallarda olmamalıdır. Yəni, maksimum bir dənə sualda və s. belə olmalıdır. Daha siz təbii ki, hər bir sualı mütləq cavablandırmalısınız. İndi istisna hallar ola bilər ki, hər hansı bir dənə sualı bilmədiniz. Bu zaman qeyd edirsiniz ki, hal-hazırda ağlıma gəlmir, amma bunu mütləq araşdıracağam, bununla bağlı məlumat əldə edəcəm. Yəni, o qarşınızdakı insanlarda, orada olanlarda artıq bilir ki, yəni yadınızdan çıxara bilərsiniz də, normaldır. Amma dediyim kimi, bu bütün suallara aid deyil də. Yəni, siz də bütün sualların cavabını bilməsəniz daha necə oldu da, onu unutdum, bunu unutdum, elə olmur. Aydındır mı müəllimlər? Belə qeyd edə bilərsiniz. Hal-hazırda ağlıma gəlmir, amma bunu mütləq araşdıracağam, məlumat əldə edəcəm. Bu formada qeyd edə bilərsiniz. Və verdiyiniz cavablarda müəllimlər çalışın ki, mimika jestlərdə gülərüzlü olun. Yəni, onlar sizin məsələn səbrinizi sınamağa çalışacaqlar. Bir sualı 10 dəfə verəcəklər. İndi bilirəm ki, aranızda elə müəllimlər var ki, çox səbirsizdir. Məsələn, mən öz müsahibə qrupumda müəllimə deyir ki, ay müəllimə, mənə bir dənə sual verəndə mən əsəbləşirəm. O da olsun, bir sualı 10 dəfə təkrarlasınlar. Amma orada o qədər gözəl sakit olacaqsınız. Yəni, orada əsasən verilən hər sualı eyni formatda gülərüz cavablandırmalısınız müəllimlər. Yəni, aqressiyalı deyil. Aranızda kimlər aqressiyalıdır müəllimlər? Yəni, kimlər aqressiyalı? Səbirsizdir daha. Əslində günümüzdə demək olar ki, əksər müəllimlərdə aqressiya var. Çox nadirən hər hansı bir müəllim deyə ki, mənim səbirliyəm, çox təmkinliyəm. Amma əksər səbirsizdir. Onların mülayim olmasına deyil, əsas bizim mülayim olmağımıza baxırlar, amma təəssüf ki, yəni buna fikir vermək lazımdır. Bir də müəllimlər, keçək indi növbəti hissəyə. Bu əsas psixoloji kurikulum hissəsi ilə bağlı olan məqamdır. Bir də sizə bilirsiniz ən əsası nə düşə bilər? Məsələn, deyək, icmallarla bağlı. Bax, bunu bir çox müəllim çox qarışdırır. Dəfələrlə olub ki, mənim ən çox çətinlik çəkdiyim daha çox qruplarımda.
universitet tələbələrinə bağlı olub ki, hər dəfə icmalların izahını verəndə, yazılma qaydasını deyəndə həmişə deyirlər ki, müəllimə biz universitetdə 7 mərhələ olaraq öyrənmişik. 7 mərhələ deyil müəllimlər. Yeniliyə əsasən buna diqqət edin. Və icmalları təqdim edərkən, baxın, oraya icmalın yazılıb, məsələn, bəzən olur ki, müdavim soruşur ki, biz oraya yazıb aparmalıyıq, yoxsa sadəcə yadımızda mı saxlamalıyıq deyə. Bəli, 3 mərhələdən ibarətdir. Müəllimlər, belə qeyd edim ki, mən bunun tərəfdarıyam ki, icmal hazır əlinizdə olmalıdır. Amma icmalı təqdimat edərkən çalışmaq lazımdır ki, əzbər danışmayın, izah edin. Onun mərhələlərini izahla danışın. Baxın, mən məsələn dərslərdə nəyə diqqət edirəm? Müəllimin hər hansı bir sualı mənə izah etməsinə, danışması deyil ha. Yəni biri var, mən sual verirəm ki, məsələn, rəy nədir? Mənə rəyi danışsın. Bu deyil. Rəyi sizə izah etməlidir. Yəni icmalı sizə izah etməlidir. Aydındırmı? Yəni siz əgər belə deyim də, icmalıdır, digər suallardır. Əgər izahlı şəkildə yadınızda saxlasanız və vərdiş etsəniz, inanın ki, uğurlu şəkildə də keçəcəksiniz müsahibədən. Yəni müsahibə gözünüzdə qorxduğunuz qədər çətin deyil. Əsas məsələ vərdiş etməkdir. Aydındır müəllimlər? Yəni buna biraz diqqətli olun. Çalışın ki, özünüz üçün qeyd edin. Hər hansı bir sualı izah edin qarşınızdakına. İndi burada mən bilmirəm, məsələn, sizin hansınız bu barədə yaxşı ya da pissiz deyə bilmərəm. Çünki aranızda hazırlaşanlar var müsahibəyə? Bir dənə chat bölməsinə yazsın. Çünki bilirsiniz necədir? Müsahibədə belə qeyd edim ki, əksər müəllim əzbər öyrənir. Amma yanlışdır bu. Əzbər öyrənməyin. Adi psixoloji sual məsələn. Görürsünüz, mən sizə bayaqki sualı sanki izah edərmiş kimi qeyd etdim. Çünki müəllimlər, siz müəllimsiz. Siz şagird deyilsiniz ki, nəyisə əzbər öyrənib orada danışasanız. Mən hətta müdavimlərimə hər zaman deyirəm ki, düşünün ki, onlar sizin şagirdlərinizdir. Və sizdən nəyisə başa düşməyib soruşur. Siz onda da əzbər danışmayacaqsınız ki, izahını verəcəksiniz. Aydındırmı? Yəni, birinci izaha önəm verməlisiniz. Müsahibədə bu 5 qaydaya əməl etsəniz, baxın, 1. Geyim. Geyimə xüsusilə diqqət edin. 2. Özünü təqdim etmə. Çalışın ki, çox uzatmadan gördüyünüz uğurlar, yəni işlərlə bağlı qeyd edin. 3-cü ən əsası, verilən sualları, istər psixoloji olsun, istər kurikulum olsun, fərqi yoxdur. Verilən suallarda izahlı şəkildə cavab vermək, icmalların yazılma qaydasını izahlı şəkildə təqdim etmək, mərhələlərin hər birini. Buna diqqət etsəniz, təbii ki, uğurlu nəticə göstərəcəksiniz də. Yəni, gözünüzdə böyütməyin ki, görəsən bu il hansı sual düşəcək və yaxud da çətin mi düşəcək, asan mı düşəcək, elə deyil yəni. Aydındır mı müəllimlər? Buna diqqət edin. Əksər müəllimdə danışıqda ola bilər ki, yəni xüsusən də texniki fən müəllimlərində bu olur ki, danışmağı sevmirlər, ancaq yazmaqla. Amma bu zamanda yəni sırf danışmalısınız. Və mən məsləhət görərdim ki, öz üzərinizdə çalışın ki, indidən başlayın, yəni çox istirahət etməyin. Çünki düşünməyin ki, imtahan vaxtı çıxacaq, imtahanı hardasa, nə bilim, az bir müddət qalıb öz üzərimdə çalışaram. Xeyr, müəllimlər, çalışın indidən öz üzərinizdə, istər özünü təqdim etmə olsun, istər digər suallar olsun, aynə qarşısında və s. öz üzərinizdə məşq edin onları. Aydındır mı? Belə müəllimlər, yəni bunlara diqqət etsəniz,